Musa'nın hekayətində də bir ibrət vardır. O zaman biz onu Fironun yanına açıq-aşkar bir dəlillə göndərmişdik. O, bütün qoşunu ilə birlikdə üz döndərib, bu sehirbazdır, yaxud da dəlidir demişdi. Nəhayət, onu və əskərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü. Adın başına gələnlərdə də bir ibrət vardır. O zaman biz onların üstünə hər şeyi qurudub məhv edən bir külək göndərmişdik. O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə döndərirdi. Səmudun başına gələnlərdə də bir ibrət vardır. O zaman onlara, hələ bir müddət keyf çəkib ləzzət alın deyilmişdi. Onlar öz Rəbbinin əmrinə təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu. Onların nə qalxmağa gücləri çatmış, nə də kömək istəyə bilmişdilər. Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiqlər idilər. Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik. Yeri də biz döşədik. Onu döşəyənlər